cinayətləri yaxalayaraq zərərsizləşdirir. Törədilən cinayətlərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət istintaq prosesi başladılıb. Silsilə cinayətdə təqsirləndirilən Ağayev Teymur Namiqoğlu meyidə işgəncə verərkən hadisə yerində tutulub. Təbii diaqnoz olaraq nə qeyd edir? Nevrologiya, etologiya, saç tük tökülməsi. Yekunlaşdırılacaq. Teşekkür ederim. Şu an oldu. Ağrıyor. Görüm biraz qaralıb. Gittim həkimə. Həkim də deyəsən mənim yüzümü görüb mənə bəyənmədi, incitdi mənə. Ümumiyyətlə adam adamı incitməz. Mənim bədənimdə ağrımayan yer yoxdur onsuz da. Həkim də sağ olsun o boşluğu doldurdu. Necə hiss edirsiniz? Hər şey qaydasındadır? Yaxşıyam, biraz yolu narahat gəlmişəm. Sən Ben müstəntiq Elçin Əməsalov. Sən işini aparacaq. sən kimsən? Adım Natiqdir. Dövlət tərəfindən təyin olunan vəkilinizəm. Sizin hüquqlarınızı qoruyacağam. Olsun. Onu deyirəm, yolu narahat gəldim. Mən bütün yol boyu üz üstə belə gətiriblər. Biraz ondan narahatam. Mən özüm həyatda, metroda, avtobusda cəmaata yer verən adamam. Yəni, mən o boyda maşında bir dənə yer tapılmadı. Bunu sənə deyirəm, bir tək narazılığım budur. Üzülü sayda sənin dalınca VIP maşın göndərə bilmədik. Yox, narahat olma. Narahat olma, yaxşıydı. Bir dənə yaxşı, xoşuma gələn şey nə oldu? O yol boyu mən maşında heç yana görmürdüm. Hiss elədim ki, tıxacda dayanmır. O tıxac mənə yorur. Saatlarla tıxacda oturmaq mənə yorur. Ümumiyyətlə, gözləmək, bugün ayın neçəsidir? 8-i. 8-i. 8-i maraqlıdır. Ayın 8-i. Biz belə maraqlı söhbət eləyirik, amma çay olsa daha yaxşı olardı. Yox. Çay istəyirsən, hə? Hə, əgər mümkünsə. Yanında tort olsun, yoxsa varenyen mi? Yox, mənim dişim ağrıyır, mənə olmaz şirniyyat. Ha, dolamısan məni? Ha? Nə danışsın lan sən? Sən suallara belə başladınsa, bizim işimiz çətin olacaq. Ay, nə danışsan sən? Mən çay istədim, adam öldürmədim ki. Adam öldürmədin mi da? Səni evdən tutanda adam doğruyurdu, ne?
Hər yer göy bütün qan idi. Onlar mənim evimə gələndə mən onları qonaqpərvərlik və mədəniyyətlə qarşıladım. Əgər onlar məndən çay istəsəydilər, mən onlara çay verərdim. Özü də mən heç kimi öldürməmişəm. Sən bilirsən mən bu 15 ildə sənə kimi nə qədər danışdırmışam? Yox, neçə də. Məncə çox deyirsən üstünə. Mən səni kimlər çox yaxşı tanıyıram. Sən özü dəliliyə vurursan ki, səni dəlixanaya göndərək, ha? Gəl! Cənab müstəntiq, müttəhimi şəxsi işi ilə tanış olanda gördüm ki, bir neçə ay bundan qabaq ruhi dispanserdə müalicə alıb. Siz də deyirsiniz ki, qəsdən vurur özünü dəliliyə. Bu sorğuda psixoloq iştirak etməlidir. Mütləq, xahiş edirəm. Yaxşı, onu da eləyərik. Davay, danış. Danış görüm onu niyə doğrayırdın, o kimdir? Belə söhbətə giriş eləyə bilmərik. Mən səni başa düşürəm. Ola bilər sənin əhvalın yaxşı deyil, bugün günün yaxşı başlamayıb. Amma mən səni təklif eləyirəm. Özünə də mənə də çay gətir. Rahat danışaq da. Mən qulaq as. Elçin, məncə çıx bir siqaret çək, hava deyil. Vəkil. Gərgin deyilsiniz. Su zad gətirsinlər üçün. Yox, ehtiyac yoxdur, çox sağ ol. Lap yaxşı. Təbii ki, sizin kimi qadınla, xanımla daha maraqlı, daha həzin, daha musiqili, daha havalı, işıqlı bir yerdə görüşüb söhbət eləmək düzgün olardı. Amma neynəmək olar işimizdir, ona görə biz sizi bura çağırmışıq. Və çağırmağımızın səbəbi də ondan ibarətdir ki, siz bizim bir neçə suallarımıza cavab verəcəksiniz. Siz çalışın, o suallara düzgün cavab verin. Düzgün cavab almasaq, onsuz da sonradan biz o cavabları sizdən alacağıq. Başa düşə bildiniz? Gəl. Gəlmək olar. Gəl. Nədir? Yenə gərginsən, nə olur? Mən bilmirəm bu həqiqətən dəlidir, yoxsa dəlini oynayır, amma insafən oynayırsa da çox yaxşı oynayır. Diyar xanım. Müstəntiqdir Elçin. Diyar xanım. Psixoloqdur. Biz təbii ki, onu sənəti ilə bağlı bura dəvət eləməmişik. Nə üçün dəvət eləmişik? Buyur, de, bilsin. Nə üçün dəvət eləmişik deyim. Məktubda adı yazılıb. Hansı məktubda? İş ondadır ki, polisin yaşadığı mənzilin qapısına bir qutu atıblar. Şübhəli bir qutudur və o şübhəli qutunun içində bir neçə cinayətlə bağlı şübhəli başqa dəlillər də var. Eşidə bildiniz nədir? Bir neçə cinayətlə bağlı. Bəli, bəli. Və orada sizin adınız yazılıb. Bir də bunun. Axı siz bu şəkil mənə göstərəndə gördünüz ki, mən onu güclə yadıma saldım. Yenə deyirəm, mən onu şəxsən tanımıram. Bəli, qızının oxuduğu məktəbdə psixoloq işləmişəm. Orada bir-iki dəfə söhbət eləmişik, amma qısa qəribə söhbətlərimiz olub. Özü də çoxdan. Yalan olmasın, bəlkə bir 6-7 il əvvəl. Bu qədər başqa heç nə bilmirəm. Salam, cavabınız budur. Başqa nə deyim axı, heç nə bilmirəm. Qulaq asın. Məktubda cinayətlərin tarixləri nə qədər yazılıb. Cinayətkarın adı, ünvanı. Biz o ünvana gedirik, cinayətkarı iş üstündə tuturuq. Məktubu kim yazıbsa bizə sübut eləməyə çalışır ki, onda hər şey dəqiqdir və hələ ki onda alınır. Orada həyatda qalanlardan üçüncü bir şəxsin adı qalmayıb. Başa düşürsünüz? İndi siz demək istəyirsiniz ki, sizin adınız ora təsadüfən düşür?
Axı məktubda mənim haqqımda nə yazılıb? Yazılıb ki, mən cinayət törətmişəm. Biz hələ elə bir cümlə demədik sizə. Vəssalam da. Onda məndən nə istəyirsiniz? İndi məktubda adımın yazılması mənim günahım deyil ki. Ay kişinin qızı. Məktubda sənin adın, familyan, ünvanın, mənzilin nömrəsi, qarşısında kitab oxuduğun pəncərəyə qədər yazılıb. Hətta xüsusi bir qeyd eləyiblər ki, o xanımdan biraz incə davranın, çoxdandır sevişmir. Xanımla danışırsınız. Hörmətlə danışın, zəhmət olmasın. Elçin müəllimlə başqa düşün. Yaxşı? O demək istəyir ki, bir məktubdakı konkret olaraq sizin adınız yazılır, konkret olaraq ərinizin haqqında yazılır, onun bütün xəstəlikləri, müalicələri yazılırsa. Bu nə deməkdir ki, siz bunu nəylə inkar edə bilərsiniz? Kimdir bu xəstə? Hardan tanıyırsan onu sən? Sənin adın niyə xüsusi qeyd olunur? Yaxşı, biraz sakit ol. Sakit ol. Məktubda qətillərdən danışılır. Və orada sağ qalan 2 nəfər qalıb. Bir sən, bir də qatil. Bax, biz hələ ki indi buradayıq, ha? Amma bizim dindirilmə otaqlarımız çoxdur. Hər an ora keçə bilər ya. Yaxşı. Siz hələlik gedə bilərsiniz. Necə gedə bilər? Getsin. Biz sizlə əlaqə saxlayacağıq. Bunu biləsiniz. Gedin. Oldu, sağ olun. Gedin. Qarşınızdakı xanımdır. Başa düşdüm. Mən çox üzr istəyirəm. Mən sizə iş öyrətmək istəmirdim, amma sadəcə başa düşməyə çalışıram. Niyə buraxdınız? Deyim. Birincisi o qadındır, ikincisi sənəti psixoloqdur. Bax, bunu qəşəng yadında saxla. Deməli, öz fikrini, beynini yönəldə bilir harasa və elə də hərəkət edir. Biz onu sıxsaq, o qapanacaq. Vəssalam. Bir kəlmə də söz ala bilməyəcək ondan. Başa düşə bildin. Sadəcə nəzarətdə saxla. Vəssalam. Gedə bilərəm? Ged. Kekliyyatı yox idi. Olsun, belə də yaxşıdır. Onsuz da həyatda hər bir şeydə çatışmamazlığı var. Yormadan məni. Oynamadan mənə. O məktubu kim yazıb? Hansı məktub? Mənim məktubdan xəbərim yoxdur axı. O adamı niyə doğrayırdın? Kimdir o? Hansını o qara maskallar mənim evimə gələn günü deyirsən? O mənim dostum idi. Rəhmətli, yaxşı adam idi. Mən onu öldürməmişəm. O mənim çox yaxınım olub, hətta o qədər yaxın olub ki, mənim arvadımla belə hətta o tanış eləmişdi. Mən o adamı öldürə bilərəm. Mən adam öldürənə oxşuyuram. Mən adam öldürməmişim.
Sənə deməmişəm bir də bura gəlmə. Mən qızımı görməyə gəlmişəm. Bazar günü səhərin gözü açılmamış. Nə xırtlamısan? Uşaq yatıb. Sən necə adamsın? Sən o boyda söhbətdən sonra bu axmağı yenə gətirib mənim qızımla bir damla altına soxmusan. Sən necə anasan? Necə anayam? Elə mən yaxşı anayam ki, qızımı səndən uzaq saxlayıram da. Sən məni niyə səhv çıxardırsan ki? Niyə Arzu? Səhv sənin özündədir. Gətirib bu adamı mənim qızımla bir damın altına soxmusan. Sən buna necə baxırsan? Bu adam mənim qızımla bir damın altında yatır. Yatsın da, abala adam mənim ərimdir. Nə istəyirsən? Dənizin katası deyil. Başlama da. Həyatımı cəhənnəmə çevirmə. Mən qızımı necə lazımsa elə qoy. Görürəm necə qoruyursan. Yat kişini gətirib soxmusan qızımızla bir damın altına deyirsən ki, qızımızı qoruyuruq. Mən qızımı qorumaq lazım olan adamla qoruyuram səndən. Bildiyin uzatma. Çıx get. Quşlar yenə səsə Sən çox çıxasın. egoist adamsan. Sən ancaq öz ehtiraslarını fikirləşirsən. Ancaq özünü düşünürsən. Amma bir dəfə sən qızdan soruşmursan ki, ya o istəyir ki, bu adamla bir damın altında yaşasın ya yox. Hə, qışqırma. Hə, düz deyirsən, eləyəm. 40 dəfə biz eyni şey danışmışıq, xəbərim var, 40 dəfə. Sən özün də yaxşı bilirsən ki, hər şeyi sən görəmsən. Hə? Narahat olma, onun anası hələ ölməyib. Çıx get. Təqsirləndirilən barədə bəzi məlumatlar var. Atası Ağayev Namiq Teymuroğlu 2023-cün dekabrında ürək tutmasından dünyasını dəyişib. Anası Rəhimova Zenfira Rasim qızı. Familiyaları başqadır. Boşanıb, ikinci dəfə ailə qurub. Yoldaşı Rəhimova Savalan İmranoğlu. 2 qızları var, Rəhimova Aysel Savalan qızı, Rəhimova Günlar Savalan qızı. Teymur özdə atası bir döyücü anası ilə bir yerdə qalıb. Analarını yatıb bunları. Köhnə qonşularından biri ifadəsində deyir ki, evdən çıxanda uşağı aparmayıb. Deyib ki, kişi istəmir. Sonralar ümumiyyətlə oğlu ilə maraqlanmayıb. Qızlarını ərə verib. Əri öləndən sonra isə tək qalıb. Yadına düşüb ki, oğlum var. Yaxşı, bəs indi hardadır bunun anası? Axtarırıq. Mən çıxa bilərəm. Qayda qanuna bir bax. Sən demə bu şəhərdə elə hər şeyin qiyməti bir qapaz imiş. Doğrudan da çox qəribə şəhərdir. Münəccinin şəhərdə isə tamam başqa fikirdir. Bəh. Nə gözəl şəhərdir. Bir qapaz artıq, bir qapaz əsik. Əvəzində dünyanın bütün naz-nemətini əldə eləmək olar. Nə oxumaq lazımdır, nə işləmək. Elə başını qoy qapazın altına, vəssalam, şüt tamam. Sən kimsən? Oxumaqdan nə çıxacaq? Elə qalaram bu şəhərdə. Sən niyə fikir düşmüsən? Keyf içində gün güzaranımı keçirərəm. Gəl içəri. Nədir bura? Bir qapaz nədir ki ondan qorxar?
uşaqlıqda bundan istiqanlıydım. Uşaqlıqda hər şey daha başqa cür idi. Bilirəm sənə qurban, bilirəm. Mənsiz sənə çox ağır idi o evdə. Amma neyləyə bilərdim ki? Dözə bilmədim ay bala. Şükür Allah'a var, neçə il axtardım səni tapdım. Ama heç deyə bilmirəm sənə. Onsuz da bilirəm, nə desəm düzgün olmayacaq. Ama danışmaq istəyirəm səninlə. Qayıtmaq istəyirdin? Sən qurban istəyirdim, vallahi istəyirdim. Hər dəfə bax sənin ad günün olanda, sən qızlarım mənə ana deyəndə, bax gedəndə səni şəkildə aparmışdım, şalı şəkli. Bir də papağımı aparmışdım. Sən qızlarım mənim bacılarım deyilər. Düz deyirsən sən qurban, düz deyirsən. Amma mən səni yaxşı başa düşürəm. Amma sən mənim oğlumsan axı. Bunu bu dünyada heç nə dəyişə bilməz. Heç nə dəyişə bilməz. Mən istəyirəm son nəfəsimdə sənin yanında olum. Məndən qalmaq istəyirəm. Hə, istəyirəm. Mən sən bütün arzular və həyata keçirəm. Heç neyse. Nefesim daraldı. Yaxşı, bəs indi anan hardadır? Okey. Qayıdaq əsas məsələyə. Doğradığın dostum. Can dostu. Olsun doğradığın can dostu. Narahat olma. Her şey yaxşı olacaq. Sən dərmanları içməyə davam elə. Mənə görə də narahat olma. Mən səni onsuz da sevirəm, sevəcəm də.
ətrafı qəsəbələrin birində yaşayış evində parçalara ayrılmış insan cəsədi tapılıb. Məlumata görə cinayət başında ələ keçirdi. İstintaq şübhəlinin kimliyi hələlik ictimaiyyətə açıqlanmır. Gəlirəm də nə oldu? Bir mülki ailəni güllədildiyi vurğulanır, lakin işin dəhşətli tərəfi ailə üzvlərindən biri. Az yaşlı qız sağ qalır. Salam. Salamünaleyküm. Adınız, soyadınız? Mahir Əmrahov. Çoxdan yaşayırsınız burada? 3-4 il olar. 3-4 il olar, hə. Nə olub bəs? Sizin qonşunuz var, Teymur. Tanıyırsınız? Bəli, tanıyıram əlbəttə ki, kim onu burada tanıyır? Teymur. Necə bir adam kimi tanıyırsınız onu? Nə cür insandır? Əla, qəşəng qonşudur, super dostdur. Bomba oladı. Nə olub bəs ona? O qətl törədib. Sizin onun qatil olmağından xəbəriniz var? Qətl törədib? Bəli. Teymur? Bəli, xəbəriniz yoxdur. Ağayev Teymuru tanıyırsınız? Hansı Teymuru? Keçər? Aha. Hə, tanıyıram. Necə bir adamdır? Necə olacaq? Qonşudur da, yuxarıda olur. Sakit, normal adamdır. Necə bəyəm, nə olub? Adam öldü. Yaxşı. Xəbəriniz yoxdur. Sən Allah. Yox, hardan? Yox, xəbərim yoxdur. Bəlkə son günlər bir səs-küy, qışqırıq, narahatçılıq belə bir şey eşitməmisiniz? Yox. Dəqiq. Yox, vallahi eşitməmişəm, yox. Yalan deyərəm, yox. Eşitməmişəm. Yaxşı oldu. Bir dəqiqə dayanın. Buralar plana düşüb. Bu xarabanı haçan sökücüyle, bəlkə siz bilərsiniz. Sizə xəbər eləyəcəklər, narahat olmayın. Hə, yaxşı. Reis, cəmaatın deməyinə bu süddən çıxmış qaşıqdır. Süddən çıxmış qaşıqdır, bu qədər yalandır şeydilər, bir hamımız bilərik. Biz Allah'da bilməzlər ki, amma hamısı sənin danışır. Tərtəmiz işləyir. Hər vaxt o söylüyorsun. Şamuhi, deyəsən yenə bura vurdu. Hə, işi kimi. Bəsdir bu. Ay, xəbərin oldu da Teymurda. Gəlir biraz səhər danışılır. Ağlıma gəlməzdi ki, o bu nədir? Belə şey olur be ya. Gördün də. Yaxşı ana. Get sənə yaxşı yol, get. Reis, üzr istəyirəm. Bəlkə qonağı olarsınız. Vətəndaş gedin, çox sağ olun. Sağ ol. Sağ ol. Bunları burada müzakirə eləmirik. Gedək istəyirsiniz. Maşın gözləyir. Bəli. Şimdi çıxıb Gedək orada. Have to be better than anybody else. His rule. She was not afraid to say, no, we're not giving you the freedoms and rights you deserve. Bunu iç Kemal. Bir gün içməmisən. Onsuz heç nə dəyişmir. Dəyişir Kemal. İç. Mən hiss eləmirəm. Bax, həkimin deyib ki, hər gün içməlisən. Mənim üçün fərqi yoxdur. Mən səni belə də qəbul edirəm. Amma sən çox oraya salırsan. Nə vaxt baxıram sənə fikirlisən. Səni elə görmək istəmirəm. Biletləri də dəyişdim. Gedirik. Niyə belə tezləşdirdin ki? İkimiz də çox yorulmuşuq.
Üçümüz də. Aylin də. Tez getsə yaxşıdır. Necə istəyirsən. Well, Donald Trump, who preaches America first, go to war to defend Taiwan. I'm not sure. Now on front line. China. Həkim lazımdır. O. Tanış gəlir. Can dostu saldan vəziyyət. Sən də hamı kimi Aysel xanım, cənab ona deyin ki, oyun oynamıram. Ancaq fikirləşirsən. İşimi bitirib qayıdacağım. Gözləyərəm. Sonda etirafımı eşitmək istəyirsən. Mən sənin etirafın maraqlı deyil. Çünki sən onsuz da cinayət üstündə tutulmuşsan. Sübutlar da nə qədər istəsən var. Mənə başqa şey maraqlıdır. Sən niyə bu qədər sakitsən? Dostun meyiti gözünün qabağındadır. Amma sən özü elə aparırsan ki, elə bil tanış deyilsiniz. Elə adamlar var ki, onların varlığındansa olmaması daha yaxşıdır olar. Başqalarının həyatını da zəhərləyirlər. Zəhərləyirlər. Sən onu düzəltmək istəyirdin. Yox. Mən oxumuşam, maraqlanmışam. Demişəm, göstərmişəm, başa salmışam. Amma bir yerdə anladım ki, sonradan pozulanı düzəldə bilərsən, amma belə doğulanı yox. Mən onu susturmaq qərarına gəldim. Susturmaq sürdürdün? Mən onu öldürməmişəm. O özünü öldürüb. Mən sadəcə kömək elədim ki, bu proses sürətlənsin. Axı siz dostunuz. Mən elə bilirdim. Mən elə bilirdim ki, biz dostuq və Sən onun elədiklərinə görə özü cavabdeh hesab edirdin. Bravo, müstədik. Axır ki, o bal dodaqlarından o sözü dedi. Sənə bravo. Mən sənə hər şey danışacağım. Sən mənim adımı düz tapdın.
Ben onun günahlarında özümü cevapdeh sayırdım. Bu cinayet değil, Cenab Müstentik. Mesuliyetli bir adamın dostuna göre cevapdehliği borcuydu. Yok. Pristav elə qaqaşın girib evə, ancaq corablarımı soymuşum ha. Dolka corablar. O qapı döyülü nənci qaçdı. Az nə olub ərim? Nə əribsən? Girdim kravatın altına, sabit altında, hündür, rahat. Doğrudan əriydi. Zazordan baxıram, qaqaş bir dənə kəl girdi içəri, mənə 2 dəfə qattalayardı ha. Təsəvvür elə, qaqaş 10 dəqiqə gec gəlsə, qardaşın arvadı Niye qayıtmışdık? Nə bilim, bir yetim ardası fəhlə işləyir gecə növbəsində. Gedib yarı yolda yadına düşüb ki, yemək bankası qalıb evdə. Ay, 2 də avtobusa minib gəlib, gəlmədə, mən kayfımı niyə öldürürsən? Kimin arvadı? Nə bilim, tanışın tanış, adını soruşmamışam ki. Yaxşı. Bu adamın əri sənə həmin gəlib situasiyada tutsaydı, səni öldürsəydi, səncə haqlı olmazdı? Mən niyə də, bura? Məndən nə işləyir? Ev evdə arvadını yədirsin. Yəni, sən üçün heç bir dəyər anlayışı yoxdur. Dəyər? Baxıram situasiyaya da, arvad istəyirsə, mən də atkaz eləmirəm də gedirəm. Neyiniyim ki? Qırmızı xətt, bunu eləmək olar, bunu eləmək olmaz. Belə bir anlayış yoxdur. Çox dərinə gelirsən, Teymur. Sən ver belə deyildin, qaqaş. Otururduq, saatlarla söhbət eləyirdik, axıra qədər gedirdik. Nəsə belə qəribəsən, Mən gedim. Ola indi başlamışıq ki, bir dənə butulka pivə bəs elədi sənə, hə? Sən bəs elədin pivə yox. Sən məmcam getmə də qanımı niyə qara? Otur söhbət eləyir də, bura. Gecən xeyir. Hara gəlsin, oturmuşduq da, Teymur. Ay, bura. Ben pasportları götürmüşüm. Benim dermanlarımı götürdü. Əlbəttə götürmüşəm, narahat olma. Belədir ki, resept sumkamdadır. Lazım olsa oradan alarım. Özün yaxşısan? İstəmən sürüm. Yok, sürürüm diye. Ana, Ay can, orada dənizə girəcəyik də. əlbəttə gedəcəyik. Dənizsiz iş olur. Ha, başlayalım orada. Hadi. Nə məsələdir görəsən? Ha, baş ver. Peki yoxlamadı? O polis maşını değil mi? Ne oldu kardeş? Nigar xanım, bizlə prokuraturaya getməz. Niye? Özü bilir, orada araşdıracaq.
Yəqin xəstəmlə bağlıdır, bilmirəm. Bəlkə özündən əski kimsə eləyib məndən soruşmalıdırlar. Aeroporta gecikirik. Ay Kamal, mən neyniyim sənə qurban? İndi siz gedin də. Quzum, sən get papa ilə, yaxşı? Mən sonra gələrəm də yanınıza. Əməli başı sal görüm nə baş verir. Dediyim kimi, hansı xəstəmlə bağlıdır? İndi birdən iş uzandı. Biletlərin hamısı niyə yansın ki? Qoy mən gedim də, yaxşı? Mən gələcəm yanınıza. Ver Sultanım. Gəl sənə çeyin. Özünüzə yaxşı baxın. Mən sənin dedikləri anladım. Əslində hardasa razıyam səndən. Amma buna görə öz dostunu öldürməyin mənə heç inandırıcı gəlmir. Dostumu niye öldürmüşsün onu dinle bana. Danış! Kızı öləndən sonra izləməyə başladım. Məktubda adı yazılanlardan 2 nəfər sağda. Bir sən, bir də qatil.